Hər birinizi salamlayıram, kanalımıza xoş gəlmisiniz. Bu video bir öncəki paylaşdığımız videonun davamıdır. Orada biz gördüyünüz bu kompüterə Windows əməliyyat sistemi, Windows 10 əməliyyat sistemini quraşdırmışdıq. Və orada da qeyd eləmişdim ki, ikinci bir video olacaq. Bunun ardı kimi ki, həmin videoda biz format sonrası hansı ayarlamalar eləməliyik, ondan danışacağıq. Hal-hazırda həmin videodayıq. Əvvəlki əgər qarşınıza çıxan bu video olubsa, bundan əvvəlki videonu izləyə bilərsiniz. Ekranda gördüyünüz bu videodur və linki də videonun açıqlama hissəsində mövcuddur. Windows əməliyyat sistemi quraşdırıldıqdan sonra ən vacib olan ilk növbədə driverlərin quraşdırılmasıdır. Bizə vacib olan iki əsas driver var. Yəni hamısı əsasdır, ancaq ilk addımda, ilk növbədə Wi-Fi driveri əgər yüklənibsə, o lazım olacaq. Çünki bütün digərlərini də internetdən yükləyəcəyimizə görə və ekran kartının driveri lazımdır ki, ekran kartının driveri quraşdırılmadıqda yaxud yenilənmədikdə ekranda donmalar, ilişmələr mövcud olur, ümumi işləmədə problemlər yaranır. Ona görə də birinci növbədə Wi-Fi driverinə biz baxaq. Yükləyəndə də görmüşdük, var idi. Wi-Fi-yə birinci dəfədir biz qoşuluruq. Bundan sonra biz driverləri yükləməliyik. Notebookda və müasir stolsuz kompüterlərdə ən birinci məsləhət görülən istehsalçının rəsmi saytına gedib oradan mövcud driverləri yeniləməkdir. Birinci bunu izah edəcəm. Həm də ekran kartının driverini oradan yeniləyək ki, mən görüntünü birbaşa ekrandan ala bilim. Onun üçün hal-hazırda digər heç bir brauzerdə yüklənmədiyi üçün Microsoft Edge-ə daxil oluram. Acer drivers yazırıq axtarışa və daxil oluruq linkə. Burada model adında yazıb axtara bilərsiniz. Seriya nömrəsində ən yaxşı seriya nömrəsini yazmaqdır. Model adında hər hansı bir səhvə yol verə bilərsiniz. Ancaq seriya nömrəsi birbaşa həmin notebookunuzu tapacaq. Seriya nömrəsi adətən notebookların arxa hissəsində stiker formasında yapışdırılır, yaxud lazerlə buraya yazılmış olur. Mən qeyd eləmişəm özüm üçün. Məndə seriya nömrə budur, yazıram. Budur bizim notebookun modeli və aşağıda driverlər bölməsini görürük. Burada isə öz Windows versiyamızı seçəcəyik. Bizdə Windows 1064 bitdir. Bunu seçdik və buradan hər birini gördüyünüz qarşısında yükləmə linki də var. Hər birini yükləyib quraşdırmalıyıq. Mən birinci növbədə ekran kartının driverini yükləyirəm. Vega driver yazılan gördüyünüz budur. Yükləmə bitdi, faylı açırıq, zipdədir. Zip faylın içərisindən qovluğu çıxarırıq. Qovluğumuzu açırıq. İçərisindəki setup faylı çalışdırırıq. Və burada növbəti seçimlərini seçərək, təsdiqləyərək quraşdırmanın bitməsini gözləyirik.
növbəti deyirik və buradan mütləq şəkildə kompüteri yenidən başlatmalısınız. Hələlik başlatmıram. Söndürürəm. Deməli, burada gördüyünüz bütün driverləri tək-tək yükləyib bu qaydada quraşdırmanız məsləhətdir. Hətta gördüyünüz kimi burada Bluetooth da var, ancaq onu da yükləyib quraşdırın. Wi-Fi də yenidən quraşdırın. Nəyə görə? Çünki burada ən son versiyaları var. Sizdə avtomatik quraşdırılmış versiya son olmaya bilər və istifadədə hər hansı problemlər, çətinliklər yaşaya bilərsiniz. Məsləhətdir ki, bütün driverləriniz həmişə ən son versiyada olsun. Bu kompüterinizin işləməsinə müsbət təsir göstərəcək, əks halda problemlər yaşaya bilərsiniz. Bu qaydada yükləyib bütün driverləri quraşdırırsınız. İndi görüntünü birbaşa ekrana keçirdirəm. Biz qeyd elədik ki, rəsmi saytdan yükləmək lazımdır. Stolüstü kompüterdirsə, ana platanızın istehsalçısı, yəni markası, modeli nədirsə, onu yazıb axtarırsınız, indirirsiniz və əlavə boşluğunuz video kartınızın hansı istehsalçısınsa onu rəsmi saytından indirib qurursunuz. Yox, əgər hər hansı problem yaşadınızsa, axtarmaqda, tapmaqda çətinlik çəkdinizsə, ümumiyyətcə başqa bir yol varmı? Daha rahat, daha asan bir üsul. Bunu sizin yerinizə eləyən proqram təminatları var, hansı ki axtarır sisteminizi, bütün driverlərinizi tapır, köhnələri yeniləyir, olmayanlar isə quraşdırır. Bunlar adətən ödənişli olurlar. Mən sizə bugün ödənişsiz olan birini məsləhət görəcəm. Ona görə də biraz əvvəl bütün driverləri mən quraşdırmadım bu kompüterə. Bu qaydada quraşdırıb yoxlayacağıq. Ödənişli versiyası da var, ancaq ödənişsiz versiyası sizin işinizi tam yerinə yetirməyə köməklik eləyəcək. Axtarış yerində driver booster deyə axtarırsınız. Budur rəsmi saytı. Microsoft Store'da da var. Yeri gəlmişkən Microsoft Store gördüyünüz burada yerləşdirilir. Bunun üçün sizə Microsoft hesabı lazım olacaq. Qeydiyyatdan keçib oradan da proqramları yükləyə bilərsiniz. Mən buradan yükləyirəm. Yüklədikdən sonra quraşdırırıq proqramımızı. Sisteminizdə olan köhnəlmiş driverləri və olmayan, mövcud olmayan driverləri hamısını tapır və birinci səhifədə sizə göstərir ki, indi göstərəcək hansı driverlərimiz köhnəli yüklənməyinə, yenilənməyinə ehtiyac var və siz budur 20 driver yenilənməlidir. Siz bunu tək-tək də seçib yükləyə bilərsiniz, ancaq hamısı bir yerdə yüklənəcək üçün yuxarıdan update internet sürətinizə bağlı olaraq yüklənir, ondan sonra quraşdırma prosesi başlayır. Bütün proses gedənə qədər sadəcə gözləyirsiniz. Bitdikdən sonra kompüterinizi bir dəfə söndürüb yandırsınız və bütün driverləriniz artıq yenilənmiş halda. Bugünlük bu qədər. Əgər video sizin üçün faydalı olsa, videonu bəyənib kanalımıza abunə olmayı